Salam, hər vaxtınız xeyir olsun. Gəlin belə bir maraqlı sual izahına baxaq. Bizə deyir ki, bu bərabərliyi, yəni x-i tapın. X da 0 ilə 90 dərəcə arasında olan bir bucaqdır. İndi biz burada bilməliyik ki, ilk növbədə kosinus kvadratı x bərabərdir 1 çıxılsın sinus kvadratı x-dir. Bunu biz bilməliyik. Və burada 81 üstü sinus kvadratı x üzərinə gəlinsin. 81 üstü kosinus kvadratı x-in yerinə yazacağım ki, 1 çıxılsın sinus kvadratı x bərabərdir 30. Bu şəkildə. Gəlin davam edək. 81 üstü sinus kvadratı x üzərinə gəlinsin. Bunu yazıram ki, 81 bölünsün 81 üstü sinus kvadratı x bərabərdir 30-a. Bax, bu belə. Biz burada görürük ki, 81 üstü sinus kvadratı x, 81 üstü sinus kvadratı x. Biz yaxşı olar ki, 81 üstü sinus kvadratı x-a bir k deyək. Olacaq nə? K üzərinə gəlinsin, 81 bölünsün k bərabərdir 30-a. 30-a. Və burada biz bilirik ki, k fərqlidir 0-dan. Çünki üslü qüvvət heç vaxt 0 ola bilməz. Və burada hər tərəfi k-ya vuraq. Olacaq k kvadratı üzərinə gəlinsin, 81 bərabərdir 30 k-ya. K kvadratı çıxılsın 30k üzərinə gəlinsin 81 bərabərdir 0-a. Bax belə. İndi gəlin bu kvadrat tənliyi həll edək. Bu nə olacaq? Deməli K1 bərabər olacaq mənfi 27-yə, K2 daha doğrusu müsbət 27-yə, K2 də bərabər olacaq 3-ə. Bax, bu belə. İndi deməli biz nə tapdıq? Tapdıq ki, 27 ilə 3. Və burada gətirək yazaq. 81 üzəri, gəlin aşağıdan yazaq. 81 üzəri sinus kvadratı x bərabər olsun bir dəfə 27-yə. 27-yə. İndi burada 81-i yazıram ki, 3 üstü 4 üzəri sinus kvadratı x bərabərdir. 27-ni yazıram ki, 3-ün kubu. 3 üzərində 4 sinus kvadratı x bərabərdir 3-ün kubuna. Əsaslar eynidir. Atırıq. Olur 4 sinus kvadratı x bərabərdir 3-ə. Və buradan da sinus kvadratı x bərabər olur 4-də 3-ə. Bax, belə. İndi gəlin buna baxaq. Burada da sinus x bərabər olur plus minus kvadrat kök altında 3 bölünsün 2. Bu oldu belə. İndi gəlin digər kökə baxaq. Deməli, burada 81 üzərində sinus kvadratı x bərabər olsun bir dəfə də 3-ə. Burada da indi nə olacaq? Burada da olacaq 4 sinus kvadratı x bərabərdir 1-ə. Sinus kvadratı x bərabər oldu 4-də 1-ə. Sinus x da bərabər oldu plus minus 2-də 1. Plus minus 2-də 1. Bax, belə. İndi davam eləyək. Və bizə də burada rüb vermişdi ki, deməli sinus x deyirdi ki, bu birinci rübdədir. Yəni 0 dərəcə ilə 90 dərəcə arasındadır. İndi o zaman biz bilirik ki, birinci rübdə sinus da, kosinus da müsbətdir. Müsbət olduğuna görə biz müsbət kökü götürürük. Deməli biz götürəcəyimiz kökləri olacaq ki, bax burada sinus x bərabərdir kök altında 3 bölünsün 2 və sinus x bərabərdir 2-də 1. Bax bu.
Deməli burada x nə olacaq? X bərabər olacaq. Kök 3 bölü 2-ni harda alırdı? Alırdı 60 dərəcədə. 60 dərəcə və x bərabər olacaq. 2-də 1-i harda alırdı? 30 dərəcədə. Bax belə. Deməli x1 bərabər oldu 60 dərəcə. x2 bərabər oldu 30 dərəcə. Bu da sualın cavabı. Belə.